Handbolda bütün zərbələrdən qol qeydə alınırdı. Sonra handbolda Avropa və Dünya çempionatı neçə ildən bəri keçirilirdi? Mən 2 ildən bir. Ay, sol. Voleybolda Avropa və Dünya çempionatı neçə ildən bəri keçirilirdi? Mənim 2 ildən biridir. Qüvvə ilə qarşılıqlı əlaqədar olan hərəkət qabiliyyəti hansıdır? Sürət güc. Sürət gücdür. Dəstə yarışacaq qrupların, komandaların bir-birinə yaxın hazırlıq səviyyəsinin təşkilinə nail olmaq nədir? Bərabər. Bərabər imkanlar. Bərabər imkanlar yaradılması şagirdlərdə hansı təcrübəsində? Psixoloji tədris sendromu yaranır mənim. Yaxşı. Şagirdlərin hər tərəfli hazırlığının yeganə yolu nədir? Yox. Hərəkət qabiliyyətlər. Hərəkət qabiliyyəti. Bəli, hər hansı bir hərəkət tam və tam mənimsənilmədən ondan oyun prosesində istifadə etmək olar? Xeyr. Ay, sol, istifadə etmək olmazdı. Fizik tərbiyə fənni digər fənlərdən nəyinə görə fərqlənirdi? Mütəhərrikliyi. Fəal və mütəhərrik olmasına görə. Oyun qaydalarına əməl etmək şagirdlərdə nəyi formalaşdırırdı? Nizam intizamı. Nizam intizamı. Ay, sol. Təşəkkürlər qardaş. Nəbi müəllim. Sağ olun. Nəbi müəllim. Bəli. Voleybolda 4 dəfə olimpiya mükafatçısı alan olimpiyadaçımız kimdir? İnnaris qalıydı. İnnaris qalıydı. Voleybolda birinci setdən qovulan oyuncu ikinci setə girə bilər? İki kart müəllim. Biri ələtsə bəlkə. Birinci setdən qovulmuşsa ikinci setə girə bilərdi. Voleybolda setlər arası fasilədə nə donadı, meydan dəyişimi olurdu? Bəli. Ay, sol, olurdu. Futsalda hissələr arası fasiləmiz nə qədərdir? 15 dəqiqə. Futsalda hissələr arası fasilə 15 dəqiqədir. Handbolda müəllim bir komandaya neçədən sarı kart göstərmək olurdu? 3 dənə. Ay, sol, handbolda bir komandaya 3 dənə sarı kart göstərmək olurdu. Handbolda bir oyuncuya neçə dənə sarı kart göstərə bilərsiniz? 1 dənə. Ay, sol, bir oyuncuya isə bir dənə sarı kart göstərmək olar. Yaxşı, bir oyuncu bir dənə sarı kartını aldıqdan sonra yenidən kart alarsa oyun necə davam edir? Diskalifiyə yolunda çıxırız. Qəşəng, o zaman bir sarı kart aldıqdan sonra yenidən eləyərsə 2 dəqiqə cəza ilə cəzalandırılırdı. Aha, 2 dəqiqə cəzası tamam olmadan oyuncu oyuna qayıda bilər? Xeyr müəllim. Ay, sol, 2 dəqiqə cəzası tamam olmadan qayıda bilməzdi. Hansı idman oyunlarında oyuncu dəyişdiyi zamanı hakimə məlumat verilmirdi? Müəllim, onlar Handboldur, handbol, futsal, bir də 3x3. 3 basketbol. Bəli, yaxşı. Belə deyim də sizə müəllim, bilik, bacarıq vərdiş, ümumi pedaqojidir yoxsa xüsusi? Ümumi pedaqoji. Ay, sol, ümumi pedaqojidir. Struktur cəhətdən əsas hərəkətə uyğun olan hərəkətlər nə adlanırdı? Əsas hərəkətlər. Hazırlayıcı hərəkətlər. Hazırlayıcı Hərəkətlər.